Bugün Azərbaycan polisi yaranmasının 108-ci il dönümünü və peşə bayramını qeyd edir. Bir əsrdən artıq tarixə malik olan daxili işlər orqanları ötən illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm xidmətlər göstərib. Azərbaycan polisinin keçdiyi yol həm zəngin tarix, həm də fədakarlıq, peşəkarlıq və vətənə sədaqət nümunəsi kimi qiymətləndirilir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb. Sonrakı illərdə daxili işlər orqanları müxtəlif tarixi mərhələlərdən keçərək inkişaf edib. Cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və hüquq mühafizə sahəsində zəngin təcrübə formalaşdırıb. Müasir dövrdə Azərbaycan polisi təkcə ənənəvi cinayət növlərinə deyil, kiber cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, transmilli mütəşəkkil cinayətkarlıq və digər təhlükələrə qarşı da qətiyyətli mübarizə aparır. Hazırda cinayətkarlıqla mübarizə xüsusən informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadə edilməklə törədilən cinayətlərin açılması və belə hüquqa zidd əməllərə yol verən şəxslərin məsuliyyətə cəlb olunmaları işinin daha da gücləndirilməsi üçün əməliyyat texniki tədbirlərin dairəsi genişləndirilir. Ölkəmizdə sabitliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da mühüm töhfə verir. Bakının COP29, WUF 13 kimi qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi də ölkəmizdə təhlükəsizlik sisteminə olan etimadın göstəricilərindən biri kimi qiymətləndirilir. 108 illik şərəfli tarixə malik Azərbaycan polisi bugün də öz peşə borcuna sadiq qalaraq dövlətin, xalqın və qanunun keşiyində dayanır. Peşəkarlıq, fədakarlıq və vətənə sədaqət prinsiplərinə söykənən bu xidmət yolu göstərir ki, daxili işlər orqanlarının əməkdaşları bundan sonra da ölkədə sabitliyin, ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin etibarlı təminatçısı olacaq.